Salam uşaqlar. Deməli mən F testi başa salmağa çalışacağam. T testə də baxmamışam. F testə baxdığım üçün F testi öyrəndim artıq. Özüm onun üçün də F testi birinci başa salacağam sizə. Burada bizə 2 dənə belə deyim, misal verilmişdi F testdən. F testi öyrənməyimiz üçün bir düstur bizə kifayət edir. Bu düstur. Bu F testin düsturudur. F test nədir? F test ümumilikdə modulun əhəmiyyətliyini ölçür. T-testdən fərqi nədir? T-test ayrı-ayrılıqda x1-in, x2-nin, x3-ün əhəmiyyətliyini ölçür, amma F-test ümumi modulun əhəmiyyətliyini ölçür. F-testi tapmaq üçün biz F-test və F-kritiki tapırıq və F-testin F-kritikdən böyük olduğunu isbat edirik. Əgər böyük olarsa, həqiqətən doğrudur bizim tapdığımız və əhəmiyyətlidir bu modul, belə deyim. Əgər F-kritik F-testdən böyük olsa və yaxud da bərabər olsalar, əhəmiyyətli olmur. Bizim öyrənməyimiz gerəkən düstur dediyim kimi budur. Nə üçün F-kritikə ehtiyac yoxdur? Çünki F-kritik, bunu öyrənsək, F-kritik bu hissəsidir. Baxın, F-kritikin düsturunu yazmışam burada. K çıx 1 və N çıx K. Yəni, bu da düstur deyil əslində. Burada gələcəm. Nə üçün? Ehtiyac olmadığına belə deyim. F-test, amma bunu əzbərləməliyik. Bu düstur bizə vacibdir. Başlayaq burada. Bizə müəllim nə verəcək? İlk öncə onu deyim. Müəllim bizə bu hissəni bütövlükdə verəcək. Yəni, narahat olmanıza ehtiyac yoxdur. N, R kvadratı, K, alfa və ümumi modul bizə onsuz da veriləcək. Ümumi modula heç ehtiyacımız da yoxdur. Bizim bütün əməliyyatlarımız bu 4 dənə, belə deyim, ünsür arasında olacaq. Başlayaq. Burada bu arada bir səhv olub. Bu F-kritik yox, F-test. Başlayaq buradan. Deməli, R kvadratı bölünsün K çıx 1 deyirik. Mən də düsturu əzbərləməmişəm. Özüm, yəni 10 dəqiqə qabağa təqribən öyrənmişəm. Deməli, R kvadratı bölünsün K çıx 1. R kvadratı 0.6'dır. K çıx 1 də 3'dür. Çünki 4K var. K da nədir? Bu 1, 4, 3, 0, 2'nin cəmidir. Yəni 4-dən olduğu üçün 4'dür. Buna ehtiyac yoxdur, amma onsuz da rəqəm veriləcək bizə 4 ayrılıqda. Amma verilməsə, yəni bunların digər üçü mütləq verilməlidir. K-nı birdən verməsə, K yadınızda qalsın ki, burada neçə rəqəm varsa onların sayıdır. K çıx 1 3'dür. Yəni bölünsün 3. Bu da 0.2'ni verir bizə zaten. 0.2. Aşağıda 1 çıxılsın R kvadratı. R kvadrat 0.6 idi. 1 çıxılsın olanda 0.4 bölünsün. Nədir? N çıxılsın K. N çıxılsın K-da 22'dir. Bu da bizə veribdir. 0,18'i bunu yoxlamışdım burada. 0,1000'də 18 belə deyim. 2 ilə bunu da buna böləndə eləyir 11,1. Bu 11,1 F-test. Yəni buradan çıxan nəticədir. Bu da F-testi dediyim kimi bizdə birinci sualımızda deməli F-test bərabər olur 11,1'ə. İndi tapmalıyıq F-kritikdən və F-testin F-kritikdən böyük olduğunu isbat eləməliyik. F-kritik dediyim kimi bu hissəyə baxacağıq düsturda. Düsturu onun üçün mütləq şəkildə F-testi sualına başlayanda yazın ki, sizin F-kritikiniz də hazır olsun. Yəni bu üsulla yazmağınız sizin üçün daha rahat olar. Yəni belə yazmayın. Yəni burada bir məxrəc, burada bir məxrəc, belə, yəni ortadan slash ilə yazmağınız sizə kifayət olacaq. K çıx 1, N çıx K. Birinci biz F-kritiki tapmaq üçün bu alfadan istifadə edirik. Bu alfadan nə üçün istifadə edirik? Burada bizə köməyimizə çatacaq. Bu cədvəl, bu rəqəmlər olan cədvəl imtahanı apara biləcək və bizdə burada F-in cavabları var. F-kritikin cavabları var 0.1'də, 0,5'də, 0,1'də və 0,125'də. Bunu çaşdırmayın. 0,1 ilə 0,1'i nöqtələrə fikir verin, qarışdırmayın. Bizdə burada 0,1'dədir. Yəni bizə bu cədvəl lazım olacaq və nəyə baxırıq? K çıx 1 ilə N çıx K-nın kəsişməsinə. K çıx 1 nədir? 3. N çıx K nədir? 22. Burada bu arada səhv ola bilər. Burada məsələn 3 yazıb müəllim. Yox, 3 ilə 22. Düz baxıb. Amma cavabı səhv alıb, səhv verməmişsə. Yoxsa bu düz idi, o birisi səhv idi. Hansısa bir sualda səhv var idi. Baxarıq indi. 3 ilə 22'yə baxırıq və 0,1'də. Keçdim bura. 3'ü yuxarıdan seçdim. 22'ni buradan 4817. 4,817 daha doğrusu. Yəni mənim F-kritikim bərabər oldu 4,817'yə. Buradan da gördüyümüz kimi 11,1 4,817'dən böyükdür. Mən F-testin F-kritikdən böyük olduğunu isbat elədim. Deməli, bu misal əhəmiyyətlidir. Keçdim ikinci suala. İkinci sualda gördüyümüz kimi 3 dənədir burada. 5, 6 və
neçəsə yazılıb. Bu dediyim kimi rəqəm çox önəmli deyil onsuz da, amma 3 dənə k olduğu görünür. Elə burada da yazılıb. K verilib, alfa verilib, n verilib, r kvadratı verilib. Bunlar bizə veriləcək onsuz da. Yenə eyni üsulla tapıram 0.8 bölünsün k açıq 1 yəni 2 eləyir bu 0.4. Aşağıda da 1 çıxılsın 0.8 yəni 0.2 bölünsün n çıx k yəni 33. Bu nədir bizdə? 0.2 bölünsün 33. Ümumilikdə 66 alıb, amma istəsəz bir dənə də eləyək. 0.2 deməli 0.2 bölünsün 33 bərabərdir 1000-də 6. 0.1000-də 6. Bu arada kalkulyatora da böyük ehtimal ehtiyacımız olacaq zaten. Onun üçün kalkulyator özünüzdən gətirin. Və 0.4'ü 0 bölmüşdüm bunu da elə. Bayaq 0.0006 bərabərdir. 1 0 artıq yazdım 66. Bunu da buna böləndə bərabər olur 66,6. Yəni bu F test. F testim oldu 66,6. F kritiki necə tapıram? Dediyim kimi F kritik bu hissədir. Baxın k çıx 1, n çıx k. Alfada dərəcəsini belə deyim ölçür. Dərəcə neçə? 0,5. Gəldim bura. 0,5'e baxıram burada deyil. 0,5 buradadır. Burada səhv eləmirəmsə səhv idi. Baxaq indi. N çıx 1 neçədir? 2'dir. Deməli mən baxmalıyam 2'də, sütun olaraq 2'də birinci sütuna baxılır. Bu sütundur, bu sətir. N çıx k-da 33. 2 ilə 33'ə baxmalıyam. 0,5'də. 0,5'də 2'ni buradan seçdim. 33 olmadığı üçün 30'u seçdim. O da eləyir 3,3 gördüyünüz kimi. Amma burada yazılıb 2,9. 3 ilə 33 seçilib. Belə burada 3 ilə 33 seçilib. Amma bu 3 seçilməməlidir. Yəni bu səhvdir. Yəni bu mən baxdım neçə yerdə, amma yəni düstur burada gördüyünüz kimi də k çıx 1-dir burada səhv və böyük ehtimal bir yanlışlıq olub. Müəllimdən soruşmaq istəyirdim, amma məncə bu yəni səhvdir. Yəni belə bir şey olmur. 3 yox, burada 2 olmalıydı. Çünki nə qədər baxdım, bunun düzgün yolu ancaq bu çıxır. Yəni burada 3 əvəzinə 2. Onun üçün bu böyük ehtimal burada bir səhv olub. 2,9 yox, bizdə olacaq. Burada amma baxın, məsələn 2,9 niyə seçilib? 3 ilə 33'ə baxmışıq. 33 olmadığı üçün 30'a baxmışıq. Təbii ki, özünə yaxın olana baxır. 2,9 olub. Amma 3 yox, 2 baxılmalıydı burada. Dediyim kimi 3,3 olmalıydı. Yəni bizim F kritikimiz 3,3. Amma bunun bir mənası yoxdur. Bu misalda ən azından mənası yoxdur. Çünki F-test onsuz da bizdə böyük alınır adətən. Baxın, məsələn, burada F-testi 11 almışıq. Yenə bir nisbətən keçik. Burada 66 alınıb onsuz da. 66'da onsuz da çox bir mənası yoxdur. Və biz burada da əslində F-testin F-kritikdən böyük olduğunu isbat elədik və bu sualda əhəmiyyətlidir, belə deyim. Burada da F-testlə bu modulun əhəmiyyətli olduğunu tapdıq. Ümid edirəm, rekord işləyirdi. İndi sizə bölüşəcəm bu videonu və çalışıb F-testi də eləməyə çalışacağam.